Təbrizi böyük fəlakətdən xilas edən iki pilotun macərasını eşitmisinizmi? 2022 mart ayında Təbrizin səmasında bir F-5 qırıcısı qəfil nasazlıq verdi və alov aldı. Pilotlar saniyələr içində anladı. Paraşütlə tullansalar, təyyarə birbaşa şəhərin üstünə düşəcək. Onlarla bəlkə də yüzlərlə insan öləcəkdi. Amma onlar qaçmadılar. Bir saniyə belə tərəddüd etmədən qərar verdilər. Xalqı xilas edirik. Alov içində olan təyyarəni zorla idarə edib şəhərdən kənara yönəltdilər. Təbrizdən uzaqlaşdırdılar. Bir nəfər belə zərər görməsin deyə. Amma bunun bir bədəli vardı. Artıq özlərini xilas etmək üçün heç bir şans qalmamışdı. Təbrizi fəlakətdən qurtaran iki əsl qəhrəman. Bu cəsarət və fədakarlıq üçün Təbriz xalqı bu iki şəhidi həmişə hörmətlə yad edir. Əgər İslam dünyasındakı qəhrəmanların əhvalatlarını bilmək istəyirsinizsə, Bulaq TV-ni izləməyi unutmayın.